təkliyin özü ən böyük cəza sayılır. Və insan hüquqları barədə oxusuz, sonuncu 1984-cü ildə BMT-nin insan hüquqları filan nizamnamə, bəyannamə təşkil olunanda o dünyada olan işgəncələr filanların ləğvi barəsində insan hüquqlarının bərpası, insan hüquqlarının qorunması və işgəncələrə son qoyulması bu barədə o bəyannaməni oxusuz müddalardan görərsiniz. Biri də orada zindanda dustaqların tək saxlanılmasıdır. O da hüquq tapdalanması hesab olunur. Fikir verin, bunu hüquqçilərdən soruşasınız. Mən hüquqçu deyirəm. Xoşum da gəlməz başqasının yerinə danışmaya. Hərə öz işi ilə məşğul olsa yaxşıdır, amma bəhsimizlə əlaqəsi olanda biz mütəxəssislərə müraciət edirik də, düzdür, qayda belədir. Necə həkimin dindən sualı olanda bizə verirsə, bizim də həkimlik işimiz olanda həkimə müraciət edirik. Daha biz durub özüm həkimlik eləsəm, bu yaxşı